Salam kanalımın değerli izleyicileri, her vaxtınız xeyir olsun. Yeni bir gündən, yeni vlogdan sizləri salamlayırım. Səhər-səhərdir, yeməyimizi yedik, mən işlərimi görürəm. Çünki evdən çıxasıyam, evdə olmayacağım. İstəyirəm ev işi təmizləyim, daha sonra çıxım. Aynaları yudum, qalan su ilə də belə pilləkənləri yuyuram. Süpürgəmə fikir verməyin, şotka süpürgə götürmüşəm, ancaq istifadə edə bilmədiyimdən belə köhnə süpürgədən istifadə edirəm. Hazırlaşdıq qızımla bərabər indi gedirik Mərdəkan stansiyaya. Mərdəkan stansiyaya gedirik. Qızımın müəlliməsi ilə görüşüb şəhərə, yəni içəri şəhərə, Flormaniya sarayına gedəcəyik. Qızımın orada inşallah konserti olacaq. Hələlik konsertə yox, məşq üçün gedirik. Tez gəlmişdik, hardasa bir 20 dəqiqə tez gəlmişdik. Buna görə də qərara gəldik ki, gedək yaxınlıqdakı parkda gəzək və yaxud da oturaq. Xanımlar, burada Mədəniyyət sarayı var. Mədəniyyət sarayının qarşısında belə bir ağac var, həqiqətən çox möhtəşəm ətri var. Hər dəfə buranı keçəndə yaz vaxtı təbii ki, bu ağaclar çiçək açır. Ətrafı o qədər gözəl ətri bürüyür ki, o tərəfdən, o ərazidən keçəndə artıq sizə onun qoxusu gəlir. Həqiqətən nə ağacı olduğunu bilmirəm, ancaq çox gözəl, möhtəşəm ətri var. Nəysə, gəldik parka. Gəldik, oturmuşduq ki, burada 2-3 dənə pişik var idi, ac idi. Çox pis vəziyyətdə idilər. Həqiqətən o qədər arıq idilər ki, onlara yazığım gəldi. Getdik, qayıtdıq stansiyaya, onlar üçün yemək götürdük. Gəldik pişiklərə yemək verməyə. Artıq biz qaydanda hardasa 5 dəqiqə getdik, qayıtdıq. Fəvvarəni qoşmuşdular hər səhər saat 9-un yarısı, səhv etmirəmsə, bu ərəfələrdə bu fəvvarələr qoşulur. Çox gözəl, ətrafa sərinlik verir. Bura əslində çox gözəl parkdır. Desəz ki, hansı tərəfdədir xanımlar? İcra hakimiyyəti olan tərəfdə, məhkəmə icra hakimiyyəti və posyolka deyilən tərəfdədir bu park. Nəysə, pişiklərə yeməkləri verdik bacardığımızdan. Həqiqətən pişikləri indi görürsünüz, görün nə vəziyyətdədir. Əslində burada çoxlu insan yaşayır. Mən də dəfələrlə şahidi olmuşam ki, pişiklərə yemək alıb verirlər. Əsasən də burada ruslar yaşayır. Ruslar bilirsiniz ki, heyvanlara daha diqqətçildir. Onlar da heyvanlara yemək alıb verir, ancaq bilmədim bu pişiklər niyə bu vəziyyətdədir. Neşə olsun, Mazi? Qızımın musiqi müəlliməsi ilə görüşdük, gəldik, çıxdıq içəri şəhərdən. İçəri şəhərə gəldik, Flormaniya bağına. Bu bağ həqiqətən möhtəşəmdir. Əsas da yaz aylarında hər tərəf yəm-yaşıl, güllü, çiçəkli, doğrudan da möhtəşəmdir. Hər dəfə bura yaz vaxtı gələndə ancaq məzunları görürük. Burada vinyetka çəkiliş üçün gəlirlər. Hətta 4-cü siniflər, 1-ci siniflər də gəlir bura, çünki çox gözəl yerdir. Toyu, nişanı olanlar da gəlir burada, fotosesiya etdirir. Yəni ki, bunu çoxları bilir, çünki həqiqətən gözəl yerdir. İçəri şəhərin göbəyi adlandırardım buranı mən. Manya bağımız. Məzunlar şəkil çəkdirir. Gəlmişik biz də musiqiyə. Zehra. Ay Zehra.
Gəldik, artıq zaldayıq. Konsert üçün məşqlər gedir. Çox gözəl musiqilər, əsərlər səslənir. Buyurun, sizə də maraqlıdırsa izləyin. Məşq olduğu üçün bir ifa uzun çəkirdi, bir ifaçı bir əsəri 3-4 dəfə təkrar edirdi ki, səhvlərini düzəltsin. Buna görə də uzun çəkdiyindən artıq uşaqlar saatlardır ki, burada əyləşib ifaçılara qulaq asırdılar, növbələrini gözləyirdilər. Artıq acımışdılar, 10 dəqiqə fasilə verildi. Ümumi zala biz də getdik Filarmoniyanın bufetinə, orada uşaqlar üçün sandviç falan, su, çay götürdük. Onlar qidalansın deyə 10 dəqiqə ərzində qayıtdıq. Artıq bizim uşaqlar Asiya və Zəhra birlikdə ifa edəcəkdilər. Sadəcə olaraq qızımın istəyi oldu ki, mən bunu paylaşmayayım. İnşallah konsertin özündən çəkiliş edərəm, sizlər üçün paylaşaram. Sadəcə belə çəkilişə, daha doğrusu ifaya hazırlığı sizlər üçün göstərirəm. İnşallah gələn vlogların birində konsertin özündən sizlər üçün ifanı paylaşaram. Məşq bitdi, gəldi evə. Evə gələrkən də mağazadan belə meyvə qurusu götürdüm. Bu meyvə qurusu, səhv etmirəmsə, ərik idi. Çox dadlı, çox fərqli formada idi. Bunu bir blogerdə görmüşdüm. Mağazada görən kimi dedim, mütləq dadına baxmalıyam. Dadına baxdım, o qədər gözəl idi, turş məzə idi. Ancaq çayla içməyə çox yaxşı meyvə qurusudur. Bugündən sonra yəqin ki, menyuya mütləq daxil edəcəm. Və o qədər yorğun idim ki, yatdım. Durdum, gördüm ki, artıq yoldaşımla oğlum sabahın dərsini hazırlayırlar. Coğrafiya müəllimi belə bir dərs tapşırmışdı. Türk dövlətləri haqqında məlumat. Onları yazırdılar. Mən isə gördüm artıq yoldaşım oğlumun dərsinə köməklik edir. Mən oturdum. Ən sevdiyim veriliş olan Əlaçı şousuna baxmağa. Bu verilişi bilmirəm niyə o qədər çox sevirəm ki, heç bir bölüm belə ötürmədən izləyirəm. Hansı mövzu seçirsiniz? Riyaziyyat.
Riyaziyyatı seçdiniz, uğurlar sizə. Başlayırıq. 56 ədədini 5-ə bölsək qalıb neçə edə? 1. Düzdür. Və Jasmin xanım yenə mətbəxdədir. Keçirəm qızımın günlərdir istədiyi o meyvəli dondurmanı hazırlamağa. Xanımlar, hər ildə hazırlayıram. Bu dəfə sizlərlə birlikdə hazırladım. Əslində bunu kiçik video şəklində paylaşmışam. Kanalımda var. Bəlkə qarşınıza çıxıb. Əgər çıxmayıbsa, resept istəyirsinizsə, mütləq vlogun açıqlama qismində linkini qeyd edəcəm. Resept istəyənlər girib oradan linka daxil olub izləyə bilərsiniz. Resepti əldə edə bilərsiniz. Çox asandır. 3 ərzaqla möhtəşəm, almalardan fərqlənməyən dondurma hazırladım. Həm də təbii formada. Mütləq siz də hazırlayın. Əminəm ki, bəyənəcəksiniz. Nəyəsə xanımlar, bugünlük vloqum bu qədər. İnşallah gələn videolarda, gələn vloqlarda görüşərik. Əgər bəyəndinizsə like atmağı, abunə olmağı unutmayın. Bunu deməsəm olmazdı. Öncədən təşəkkür edirəm. Gidiyoruz. Buradaki Kenan Yıldız. Akşam gedirik. Üşümüşəm, raket giymişəm əynimə. Qalın raket. Sağ ol, gedirik biz. Nikoş, gedirik biz. Oynamaq istəyirsən, amma gedirik. Wow. İyi becər. İyi becər. Gıdı gıdı bak. Kölge oynuyor. Sağ ol. Başka götürürler, ne yaşıyor? Evdə yəni belə alınmır. Bu çox dadlı alınır. Artıq yorucu bir günün sonudur. Axşam yeməyini getdik, şarımı da yedik. Həmişəki kimi oğlum ev yeməyi istəmədi. Evdə bişirən yeməyi yemir çox vaxtı. İstədiyi yeməkləri ancaq yeyir. Mən ümumiyyətlə 2-3 gün neçə cür evdə yemək bişirsəm də, yenə də oğlum üçün ayrıca yemək bişirirəm. Ona görə getdik şarmaya, pizza yedik, ailə pizzası gəldi və yorğunam. Belə Temuda gəzirdim, istədiyim, verdiyim sifarişləri sizlərlə birlikdə baxaq. Yoldadır artıq. Deməli 3 manat 94 qəpiyə belə bir qolbağı sifariş verdim. Paslanmaz, çelikdəndir. Çox bəyəndim bunu. Əslində gümüşü rəngdəyi və qırmızı qızılı rəngdəyi ucuz idi. Bunu bəyəndiyim üçün bu adi qızılı rəngdədir. Bunu bəyəndiyim üçün onu sifariş verdim və ən çox gözlədiyim niasinamid serumdur. Mən əslində 4 manat neçə qəpiyə verdim. Burada 5 manat yazılıb. Əslində çox satılıb. İnşallah keyfiyyətli olar. Və çox sevdim bu kablonu. Bu кейsi çox sevdim. Bu кейsi sipariş verdim. Ümumiyyətlə telefonum üçün çox az keys görürəm Temuda. Yəni çeşid çox azdır. Ancaq bəyəndiyim bu oldu. Düşünmüşdüm ki 3-4 dənə sipariş verirəm. Paltara, çantaya uyğun hər dəfə taxaram, ancaq gördüm ki çox azdır, xoşuma gələn olmadı və əlavə olaraq da bir iPhone, bir də yenidən Samsung üçün keyis sifariş verdim və qızım üçün keyis sifariş verdim. Bu ketiyə endirimdə sifariş verdik. Burada 20 manat yazılıb, ancaq endirimdə və çox sevdiyim çantanı sifariş verdim qəhvəyi rəngdə. Ötən videolarıma baxanlar bilir ki, qəhvəyi rəngdə özümə dəst götürmüşəm və gördüm ki, evdə qəhvəyi rəngdə bir dənə çantam var. Onu da artıq neçə ildir istifadə edirəm. Ümumiyyətlə, çantalarla çox vaxtı qara almışam deyənə, elə rəngli çantalarım çox azdır. Əslində var, çəhrayı tonlarda daha çoxdur. Bunu endirimdə götürdüm, burada 19 manata yazır. İndi yadından çıxıb neçəyə götürdüm, ancaq bilirəm ki 11-12 manat idi, səhv etmirəmsə mən götürəndə. İnşallah gəlib çıxar. Keyfiyyətinə gəlib çıxandan sonra sizlərlə paylaşaram.